Aradan sonra yenidən sizinlə bərabər olacağıq. Əziz tamaşaçılarımız, bugün qonaqlarımı çoxda qeyd eləmişdim sizə. Yavaş-yavaş bir qonaqlar gəlir, onları yola salırıq, digərləri gəlir və bax, növbəti qonaqlarım belə insanlar haqqında eşitmişdim, amma bilmirdim ki, əslində bu necə olur, doğrudan da kimlərdir? Əslində, bayaq da mən onları görmüşəm, bir neçə sual vermişəm və yəqin ki, artıq məni analiz ediblər. Birazdan özlərindən soruşacağım. Siz eşitmişsinizmi heç yalan üzrə mütəxəssis, ekspert? Yəni ki, sizi 60 saniyə ərzində nə bilim, belə deyək, yoxlayan bir insan, ən azı deyə bilər ki, siz yalan danışırsınızmı? Sizin davranışlarından hiss eləyə bilər ki, siz yalan danışırsınız ya yox. Mənim üçün çox maraqlıdır və bilmirəm, mən də nə dərəcədə izah eləyə bilirəm ya yox, amma onları dəvət edeyim, onlar daha maraqlı açıqlamağı verəcək. Beləliklə, yalan üzrə ekspert Təbriz Hacıyev studiya dəvət edirik və başqa bir qonağımız da var. İnsan davranışları üzrə ekspert Gülnarə Tağıyeva. Buyursunlar. Hoş gəlmişsiniz. Buyurun, əyləşin. Hoş gəlmişsiniz. Buyurun, əyləşin. Hoş gəlmişsiniz. Necəsiniz? Çox sağ olun, təşəkkür edirik. Sabahınız xeyir olsun. Hər vaxtınız xeyirli olsun. Əməl ruhiyyəniz necədir? Əla. Yalan danışmırsınız? Ümumiyyətlə, pozitiv insanları görəndə bizim əhvalımız həmişə yüksək olur. Məncə siz də pozitiv insanlarsınız. Təşəkkür edirəm. Elə görürsünüzsə, deməli eləyik. Tək hər zaman elə olasınız. Doğrudan çox maraqlıdır. Yeri gəlmişik, kitabla da gəlmişsiniz. Kitab haqqında birazdan danışacağıq. Sevdiklərinə yorulmadan səni sevirəmdir. Çəkiliş qrupu ilə birlikdə biz Neftçalaya gəlib çıxmışıq. Ürəksizladan ata-övlad qarşı durması. Haramınız olsun mənim sənə. Ahıl yaşında övladlarının ona əl qaldırdıqlarını iddia edən Yunis atanın acınacaqlı durumu. Hadi ayaq. Tez oyna, tez oyna. Bağlamı qatmayın. Hemen kömək elə də, Salih. 4 övladın bu yaşda atalarından imtina etmələrinin səbəbləri. Mənim anamla, bacımla məndən nə istəyir bu? Mənim haqqım yoxdur da, yoxdur mənim haqqım. Bugün saat 13:00-da çıxış yolu Afət Rahil qızı ilə. O evdədir. Bu dəfə sevilən bəstəkar Sevinç Tofiq qızının ev gördüsündəyik. Bəstəkar niyə qızlarını incəsənətdə görmək istəmir? Qızınızın ifaçı olmasını istəmirsiniz. Yox, xanım evində, mən istəmirəm. Sevinç Tofiq qızı niyə evini satmalı oldu? Oranı satdım, sonra gəldim, buranı aldım. Elza Seyidcahanın etmədiyini o etdi. Binaya konsert verirsiniz. Bam bam bam. Neçə filmlərdə rol alsa da, nə üçün aktrisa kimi çağırılmağı sevmir? Təkcə bəstəkar deyil, eyni zamanda aktrisalıq fəaliyyəti ilə. Mən aktrisa deyiləm, mən bəstəkarım. Aktrisansız siz. Yox, aktrisa deyiləm. Biz aktrisa kimi görmüşük sizi. Ətraflı bu bazar. Saat 11-də ev gördüdə. Xəyallarım məni keçmişə aparır. Mən isə gələcəyi düşünürəm. Fırtınalardan qorxmuram. Yeni dönəm başladı. Gəlin ayırbaya baxaq. Qatarda baş verən qorxunc qəza. Siz ciddi qəza keçirmisiniz. Sizin bir sümüyünüz belə zədələnməyib. Dəqiq neysə var ya. Bu qəzadan heç bir zədə almadan xilas olan insan. Çoxlu insanlar olan yerə get. Qorxu hiss eləmək normal haldır, David. Bəs bu necə mümkün ola bilər? Deyəsən ayağı sınıb. Siz nə inirsiniz? Sən nə inədin? Bu nə vaxt baş verdi? Həmin qəzada mən yaralanmamışdım. Sarsılmaz fantastik drama. Oktyabrın 5-i, saat 22-də. Yaşın neçə olur olsun, unutma. Böyüməyin sonu yoxdur. Təbriz bəy, 60 saniyədə insanı
tanıma sənəti. Bax, bu layihə haqqında istəyərdim ki, biraz məlumat verəsiniz. Ümumiyyətlə, baxın, hər bir insanın individual olaraq insan tanıma bacarığı var. Əslində, hər birimiz özlüyümüzdə bu həyatda yaşadıqca, təcrübələr yığdıqca insanları tanıyırıq. Bəzilərimiz intellektinə görə tanıyır, baxır, görür, savadlıdır, savadsızdır. Bəzilərini etik qaydalarına görə tanıyırlar, bəzilərini niyyətinə görə, baxırlar, bu pis adamdır, yaxşı adamdır. Və ən əsası, bəzilərini bacarığa görə analiz edirlər, deyirlər, biri bacarıqlıdır, biri bacarıqsızdır. Amma bu bizim işlədiyimiz sistem sırf insanın xarakterini analiz eləyir. Xarakterini analiz eləyir. Bəli, insan xarakterini analiz eləyir, hansı ki, hər bir insan individual olaraq biogenetik və sosial xarakterlə formalaşan bir xarakterləri var. Biogenetikanı biz baxırıq tez bir zamanda analiz eləmək üçün. Bizim orada dediyimiz kimi xüsusi laboratoriyalarımız var. Bunu laboratoriyada eləyirsiniz? Xüsusi cihazlar var? Bəli. Biz o insanları əyləşdiririk, kameralarımız var, qoşuruq, suallar veririk, lazım olan suallar, sualların öz növləri var. Ondan sonra artıq biz onu böyük bir ekranda analiz edirik. Daha sonra həmən insanı əyləşdiririk və deyirik, baxın, sizin xarakteriniz budur. Çünki insanlarda belə bir stereotip var ki, heç vaxt qəbul eləmirlər. Deyirsiniz, tutalım ki, siz belə bir xarakter növü var, indi ondan danışırsınız, şizoid. Qeyri-adi düşüncəyə malik olan insanlar var. Ona deyəndə siz şizoid xarakterini daşıyırsınız, deyir, mən dəliyəm. Mən dəliyəm, deyir, mən şizoid deyiləm, mənə demə. Onu mənə demə, deyir. Sonra elə xarakter var ki, depressiv kədərdir. Üzünə baxırsınız, məsələn, hər zaman negativlə danışan insan. Deyir, necəsən? Belə də, belə. Siz depressiv kədər xarakterini daşıyırsınız, deyir, yox, mən elə deyiləm. Amma kamerada qoyub, analiz edib göstərəndə artıq deyir, hə, düzdür, əslində mən həmən xarakterin daşıyıcısıyam. Əslində çox maraqlıdır. Yəni ki, məni ən maraqlandıran bu yəni dediyiniz, məsələn, bu 60 saniyə. Bax, bu mənim üçün ən maraqlıdır. Günlərə xanım, doğrudanmı? Yəni 60 saniyə, bax, siz insan davranışları ilə məşğulsunuz da. Yəni 60 saniyə davranışlardan bilmək olarmı ki, doğrudan? Biz insanları bir çox komponentlərlə analiz edirik. Hansı ki, bu insanın baza emosiyasını birinci bilməliyik. Sonra gestikulyasiyası, nitqini, yəni xarici görünüşü, bunlar hamısı önəmlidir. Əgər biz bir yerə fokuslansaq, o biri komponentlər arxa planda qalar və düzgün analiz getməz. Çünki bəzən insanlar deyir ki, necə olur ki, mənlə onun oxşarlığı var. Amma onun xarici görünüşündə və yaxud nəsə, bu artıq Təbriz müəllim dediyi kimi insanın bacarığı, nitqi və intellektindən asılı bir şeydir. Onu xarakteri qatmaq olmaz. Xarakter insanın daxilində və xaricində baş verənlərə qarşı münasibətidir. Yəni, hər bir insan münasibət bildirir öz xarakterində. 60 saniyədə insan tanıma bacarığına hər kəs sahib ola bilər. Yetər ki, biz bugün Təbriz müəllim danışacaq, kitabdan da danışacaq ki, necə oldu bu ərsəyə gəldi bu kitab. Görürsünüz ki, bir insana yaxınlaşdıqda təsəvvür edin ki, mən sizin xarakterinizi bilsəm, artıq sizlə doğru raportu necə qurmaq ola bilər, sizi necə razı salmaq olar, ortaq bir mövqeni necə tapa bilərik, artıq burada nə olur? Razılığa gəlirik. Sokratın bir gözəl bir sözü var, bir insanı idarə etmək istəyirsinizsə, ona vacib olan nəyisə verməlisiniz. Burada da vaciblik sizin dəyərlərinizdir. Əgər mən sizə burada sizin dəyərlərinizlə yaxınlaşsam, sizdə nə olur? Məmnuniyyət hissi o yaranır. Mənə qarşı artıq pozitivliyimiz olduğu üçün dostluq münasibəti yaranır. Yəni, istədiyimi verirsiniz mənə. Bəzi qabaqçadan öyrənim, sonra o mənə qarşı yaxşı mənada istifadə edirsiniz. Ümumiyyətlə, idarə etmədən danışsınız. Biz idarə etməni əsas 3 şəkildə edirik. Birinci, ümumiyyətlə, insanın xarakterinə uyğun olaraq onun istəklərini ona veririk. Onunla eyni uyğunluq yaradırıq. Buna harmoniya deyirlər. Harmonizasiya qururuq. İkinci, bizim idarə etmə üsulumuz gizli hipnozdur. Hansı ki, birbaşa gizli təsir vasitələri, nitq vasitələri ilə sizin beyninizdə hər hansı məlumat ötürürük. Üçüncüsü isə bizdə birbaşa gizli idarə etmə var. Sərt idarə etmə. İnsanın özgüvən hissini əlindən almaqla onu idarə edirik. İndi biz idarə etmirik, biz təlimlər keçirik daha çox. Və burada da məncə gözlər çox önəmlidir. Hər şey önəmlidir, hər şey... Çünki mən baxırım ki, Təbriz və mənə danışır və məni artıq analiz edir, mənə elə gəlir. Mütləq. Çünki biz nəinki sizi, ümumiyyətlə biz hansı ortama düşdüksə, biz avtomatik olaraq insanları analiz edirik. Bu bizim artıq nəinki işimiz, şəxsi həyatımıza da daxil olub. Yəni həyat tərzinizə çevrilir. Bəli, belə yeritirsə həyat tərzimizdə. Təbriz müəllim, bax, artıq kitab var, 60 saniyədə insanı tanıma sənəti. Çox istəyirəm bu kitab haqqında, nə tələbat yarandı ki, bu kitab ərsəyə gəldi, dərslik
dərslikə, dərslik kimi istifadə eləmək olarmı bunu? Buyurun. Bəli, baxın, ümumiyyətlə biz bu kitabı yazmamışdan qabaq artıq 9 ildir bu sahə ilə məşğul oluruq Azərbaycanda. Bizim yəni spesifik bir auditoriyamız var, hansı ki, yüksək intellektual insanlardır və eyni zamanda özlərini inkişaf etdirmək istəyənlərdir. Bizə müraciət edənlər məktəblilərdən tutmuş, belə götürürüz, ən balaca məktəbli 8-ci sinif, ən yüksək bizim təlimimizə qatılan 78 yaşı var. Yəni, bu baxımdan yəni, bizdə o yaş kateqoriyalar arasında özünü inkişaf etdirən insanlar müraciət edirlər. Və biz bu üzrə işlədik və düşündük ki, elə insanlar var, vaxtları yoxdur. Elə insanlar var, bizdən məlumatsızdılar və düşündük ki, bir kitab yazaq və həmən kitabda elə yazaq ki, hər bir insan oxuya bilsin. Və bu kitabı düşündük, ortaya çıxartdıq. Mən deyim ki, ümumiyyətlə biz insanları analiz eləmək üçün 8 kateqoriyaya bölürük. 8 xarakterə bölürük. Birinci xarakter dominant xarakterlə işləyirik, daha sonra sosial faktorlardır. Və o xarakterin dəyərlərini analiz edirik. Dəyərlərini tapırıq, çünki hər bir insan bir-birinə çox oxşuyur. Xarakterlər də eyni zamanda. Misal üçün, tutalım ki, bir insan xarakteri götürək steroiddir. Steroid də diqqət mərkəzində olmaq istəyən insanlardır. Bu insanlar daim xoşlayırlar, həmişə mən desinlər, mən, egosentrizm. Yəni ki, əgər mən tutam, asqırıramsa, hamı sağlam ol deməlidir. Əgər sağlam ol demirsə, niyə demir? Bax, belə bir davranışlar var. Onların həmişə üzündə belə sevinc emosiyası var. Mən belə istəyirəm ki, təbir sizə bunu mənə demək istəyir. Elə gəzədə izah edir ki, aha. Yox, sizin xarakteriniz, əslində siz steroid kimi davranırsınız. Tələsməyin, bir-bir deyəcək. Görürsən, mən tələsdim artıq. Tələskən tipsiz siz. Psixotipsiz. Tip deməyib, psixotipdir. Yəni, steroid xarakterli insanlar, daha çox bu insanlar flirtlə, daha çox əl hərəkətlərini, Günayra xanım bu sahənin qarşılıqlı münasibətlərinə daha gözəl danışa bilər. Yəni, bir də göz kişidən steroid olur. O deyir ki, siz steroid, siz də steroid xarakterinin daşıyıcısısınız. O deyir, mən də, bu da. Bəs bizi fərqləndirən nədir? Fərqləndirən artıq bizim intellektimizdir, bizim bacarıqlarımızdır, bizim niyyətimizdir. Hansı ki, xarakter eynidir, amma insan var, intellektual səviyyəsi yüksəkdir. İnsan da var, aşağıdır. Biz indi bu haqda sizə geniş məlumat verəcəyik. İnsanları necə 60 saniyə tanımaq olar. Buyurun. Buyurun, Günayra xanım. İnsanlar var, ətrafı görmürlər. İnsanlar var, görürlər, fərqinə varmırlar. İnsanlar var, görürlər, analiz edə bilmirlər. Biz ən çox, yəni xanımlarla, o xüsusi olaraq mən xanımlarla seminarlar, təlimlər təşkil elədiyim üçün, münasibətlərlə çalışdığım üçün biz belə vurğuluyuruq. Əgər həyatınızda sizin bir steroid xanım varsa, tutaq ki, bəylərin varsa, çalışmasınlar o xanıma çox qadağalar qoymağa. Yəni, onu anlayacaq şəkildə izahını verir. Çünki bu xanım ta uşaq vaxtından rəngarəng geyimlər, əlvan, nə bilim, daşqaşlı aksesuarlar, həmişə göz önündə özünü bir prenses kimi qələmə verir. Yəni, burada diqqətdə olan bir insan birdən-birə diqqətdən uzaqlaşdıqda istər-istəməz özünə qapanır və özünü köməksiz, faydasız, gərəksiz hiss edir. Bu duyğunu o xanımın əlindən almaq olmaz. Buna sadəcə tərif, amma istiqamətini dəyişmək önəmlidir. Maraldır, necə istiqamət dəyişir? Baxın, ümumiyyətlə bu steroid xarakterli xanımlar, bu insanlar daim sinir sistemləri sürətli və zəif olduğuna görə bunlar hər şeyi mənlə bağlayırlar. Və xoşlayırlar ki, hansı işi görəndə onları tərifləsinlər. Deyən ki, ətrafınızda elə xanımlar var, studiyanızda da var elə xanımlar, bayaq danışmışıq onlarla. Bəli, hansı ki, bu insanlar tutam, suyu mən gətirdim bura, bu suyu bura mən gətirdim. Mütləq deməz ki, siz bu suyu gətirdiniz, aferin sizə. Ancaq bunu siz eləyə bilərdiniz. Onda həmən insan uçur göylərdə. Bu pisdir, yaxşıdır. Motivasiya vermək. Bəli, pis yaxşı yoxdur. Buna necə davranmaq, sadəcə davranışı öyrənmək lazım. Bəli, bu davranış stilidir. Bilirsiniz, bu kitabın üstünlüyü ondadır ki, biz insanlara qəbul eləyəcəyik. Adətən steroid xanımları cəmiyyətimizə qəbul eləmirlər. Çünki bunlar gözəl giyinirlər, bunlar fərqli olmaq xoşlayırlar. Məsələn, dabanla yeriyəndə dabanı yerə vururlar. Mən gəlirəm. Mən gəlirəm, qıraqdan baxan deyir, vay və özünü göstərir. Amma bu adam özünü göstərmir. Bu onun asılı deyil.
Bu daxili bir tələbatdır. Hansı ki, daxili tələbatla o rahatlıq tapır. Siz sadəcə ona özgüvəni verdikdə, yəni həqiqətən sən dəyərlisən, sən bizə lazımsan qərəyi duydurduqda o sizin üçün çaba göstərəcək. İmkan verin ki, o özünü təsdiqləsin. Bəli. Mən belə anladım ki, hər bir insan, bax, o davranışları bilmək üçün, insanı tanımaq üçün bu kitabdan istifadə edə bilər. Çünki bu kitabı oxuyan kimi artıq biləcəksən ki, yəni birinci insan özünü tanıyacaq. İnsan özünü tanıyacaq ki, mən hansı tipə aidəm, elə deyilmi? Bəli. Psixotipə aidəm. Çünki tiplər xolerik olur, sanqvinik olur, başqa, amma psixotip başqadır. Temperamentlər, bəli. Amma bunu oxuyanlar artıq birinci özlərini tanımağa başlayacaqlar, ikinci də davranışı artıq öyrənəcəklər insanlardan. Bəli, temperament insanda inersiyadır, hərəkətdir. Sinirin hərəkətidir. Biz temperamentlə xarakteri birləşdirib, biogenetik xarakter yaradırıq. Hansı ki, həmən o temperamentə uyğun, temperament bizə çox qısa məlumat verir. Misal üçün, melanxolik temperament var, özünə qapanıq insanlardır. Kədərli, bağlı insanlardır. Onlar həyəcanlı xarakterdə ola bilir. Onlar depressiv, kədərli xarakterdə ola bilir. Onlar şizoidlər də ola bilir. İndi gəl tap görüm hansıdır. Çox maraqlısı ki, hərəsinin də özünə məxsus dəyərləri var. Bəli. Görün nə qədər çətin imiş. Əslində biz deyirik ki, mən o insanı tanıyıram. Bax, məsələn, mən doğrudan çox-çox tez-tez istifadə edirəm ki, mən insanları tanıyıram. Siz müşahidəçisiz sanırım. Bəli, mən hiss edirəm, məsələn, bilmirəm bu nədən yerə gəlir. Mən hiss edirəm ki, o insan nəyə görə mənə dostluq edir? Nəyə görə məndən mehriban olmağa çalışır? Yəni, bilmirəm, bu yaşantılarından gələn bir şeydir. Dostluq siz üçün yəqin ki, çox önəmlidir. Çox önəmlidir. Ya da tanıyıram ki, insanlar məndən nə lazımdır? Hansı səbəbdən yaxın? Xarakter həmişə bunu vurğulur ki, biz insanları hissən tanıyırıq. Baxın, hiss insanı yanılda bilir, instinkt də yanılda bilir, məntiq də yanıldır, duyğularla, amma sadəcə olaraq ən çox siz duyğularla görmə, eşitmə, toxunmaqla bilə bilirsiniz ki, bu Təbriz müəllimin sahəsi olduğu üçün yalanı harda lazımdır. Bir də ki, önəmli bir faktor var. Siz insanlarda yalanı da aşkar eləmək istəyirsiniz, yoxsa həqiqəti? Maraqlıdır. Əslində, mən bəlkə insana bilmirəm, yəqin yalanı tutmaq istəyirəm. Onu sizə müraciət lazımdır. Ümumiyyətlə, mən deyərdim sizə ki, mən hər zaman bir yalan üzrə ekspert kimi hamıya bildirirəm ki, insanlarda yalanı axtarmayın. Çünki həyatımız onsuz da yalan üzərində qurulub. Əgər yalan olmasaydı, bugün biz inkişaf eləməzdik. Belə bir film var, Yalanın İxtirası. Bu rus dilində də var, türk dilində də, ingilis dilində. Çox qəşəng bir filmdir. Orada hamı həqiqəti bir-birinə söyləyir. İndi siz təsəvvür edin ki, hamı bir-birinə həqiqəti. Bizə deyim, bu nə pis uşaqdır. Misal üçün, mən səninlə xoşum, oğlanla qız görüşə gəlir, deyir, səndən xoşum gəlmir. Anası zəng edir, onun burnu yekədir, o filandır. Və hamı bir-birinə olanı deyir. Həqiqətlər desə. Bəli, onda xaos yaranır. Onun üçün yalan bizə lazımdır, hər zaman lazımdır. Sadəcə var qərəzli söylənən, var qərəzsiz. Qərəzli söylənən yalan artıq insanın haqqında girmiş bir yalan kimi hesab eləmək olar. Orada artıq biraz insan özünü stop eləməlidir. Çünki kimsə haqqında girmək düzgün bir şey deyil. Yaxşı, baxın, burada kitabın adı odur ki, 60 saniyə insanı tanıma sənəti. Əgər mən 60 saniyəyə, bax, bu sizin kitabınızı oxuyandan sonra artıq peşəkarlaşacağım da, belə deyək ki, mən insanı baxan kimi çalışacağım, yaxşı, 60 saniyə mən bacarmaram, siz bacararsınız, çünki peşəkarısınız. Mən ən azı 5 dəqiqə ona danışsam, elə deyilmi? Artıq biləcəm ki, bu insan harada mənə yalan deyir. Yox, bu kitab yalanla bağlı deyil. İnşallah növbəti kitablarımız olacaq. Burada sırf insanı tanımaqdır, insanla düzgün ünsiyyət qurmaqdır, insanın dəyərlərinə yanaşmaqdır, insanla ümumi ortama gəlməkdir. Bu kitab sırf bunun üzərində qurulub. Və eyni zamanda kitabın hər psixotipin sonunda gizli təsir vasitələri var. Yəni ki, misal üçün, qarşınızdakı dayanan, tutalım ki, əgər bir paranoyal xarakterli insandırsa, lider adamdırsa, yuxarıdan aşağı baxırsa, əmredicidir, üzündə belə nifrət hissi gedirsə, bu insana necə davranmalısınız ki, sonunda ümumi nəsə tapa biləsiniz, nəticəyə tez çatasınız. Yəni, sırf kitab bunun üzərində qurulub. Və eyni zamanda... Bu kitab hər bir evə lazımdır nə üçün? Xanımlarımız bəylərimizi, bəylərimiz isə xanımlarımızı biləcək. Yəni, xoşbəxt ailənin simvoludur, deyək. Artıq siz biləcəksiniz ki, həyat yoldaşınızın qarşısına suyu əyri qoysaz, o bunun qarşısına niyə düz qoymadığınız üçün artıq mübahisəyə səbəb olacaq. Çünki o detalçı insanda hər bir şeydə simmetrik bir vəziyyət axtaran insanın qarşısına xaotiklik yaratmaq olmaz. Yəni, bu disiplini, bəli. Və yaxud evə gəldiniz, artıq həyat yoldaşınız əyləşdi və süfrədə əgər çörək qırıntıları gördüsə,
əsəbləşməyini başa düşəcəksiniz ki, onun xarakterindən bağlıdır. Çünki epileptoid xarakterli insanlar var. Bunlar daim təmizkarlığı çox xoşlayırlar. Hər şeydə simmetriya axtarırlar, hər şey təmiz xoşlayırlar. Hətta saçın biri bura düşdüsə o narahat olur. Mütləq saç yerində olmalıdır. Misal üçün, su belədirsə bu düz olmalıdır. Hətta qonaq getdiyi yerdə belə xoşlayırlar, hər şey düzəlsinlər. Bu dəhşətdir, mənə gəlir. Və bu xarakterli insanlar var, aqressiv tip deyirik biz bunlara. Bu insanlar biraz aqressiv olurlar. Onu da deyim ki, bizim millətimizin hardasa 70% bu xarakterli insanlar. Çünki uşaq vaxtından belə böyüdürük biz. Ki, dəqiq ol, düz dayanır. Məsələn, uşaqlar beləsə dayanır. Belə dayanan insan artıq düz dayanır, simmetriya. Ya bu baxımdan, yəni əslində bu xarakteri biz... Aslında olmalı deyil, sizə daha çox sərbəstlik verilməlidir, elə deyil mi? Bəli, imkanlardan çox istifadə edilməlidir. Bu özlərindən asılı bir şey deyil, sinir götürmür, əlavə məlumatı götürmür. Epileptoid xarakteri, bəli, insan deyir ki, mənim özümün dörd bucağım var, bura hər kəs daxil ola bilməz. Burada mənim qaydalarım var, mənim şərtlərim var, mənim dəyərlərim var. Əgər kim onun dəyərlərinə razılaşsa, dost olur. Amma kim onun meyarına zid getsə, ona vacib olanların əleyhinə əgər çıxış eləyərsə, o zaman ondan uzaqlaşır. Çünki bu insanlar üçün özlərinin qoyduğu faktorlar önəmlidir, nəinki başqalarının. Bu məqamda mən Təbriz bəy bir şey soruşmaq istəyirəm sizdən. Tanıdığım bir insan var, özündən asılı olmayaraq bu insan yalan danışır. Yəni, bunun həyat tərzi artıq yalandır. Anası da bilir yalandır, ailəsi də bilir yalandır. Və mən, məsələn, o gəlib mənə çox yaxın, çox yaxşı insandır, çox gözəl xanımdır, rəfiqədir. Amma o danışanda mən bilirəm ki, o yalan danışır. Və mən onu dinləyirəm. Çünki artıq hər kəs bilir ki, bu yalan danışır. Yanaları ifşa olmaz. Yalanın damğasını vurur. İnanın ki, o düz deyəndə biz inanmırıq ki, o düz deyir. Çünki yalanın damğasını artıq o xanıma vurmuşsunuz. Yox, doğrudan da danışıraq yalan. Belə bir şey var, mən sizə deyim. Ümumiyyətlə, bir neçə xarakter tipi var ki, bunlar ümumiyyətlə yalan danışmağı xoşlayırlar. Bəli. Məsələn, bunlardan biz əsasən hipertim xarakteridir, bir də steroidlərdir. Bunlar şirtməyə çox xoşlayırlar. Misal üçün, əgər tutalım ki, su verirsinizsə ona, o deyir ki, "Vaaay, siz mənə su verdiniz, nə danışırsınız?" Yəni, bunlar şirtməyə xoşlayırlar və o şirtmə ilə bir obraz yaradırlar. Obrazın içində girib yaşayırlar. Yəni, bu tip insanlar. Amma ikinci tərəfi də var, patologiya var. Burada artıq psixoloqlar, psixoterapevtlər işləyirlər. Yəni, müraciət eləməlidir. Bəli, bəli. O, əgər doğrudan insan həddən artıq çox yalan danışırsa, onda avtomatik olaraq psixi pozuntu olur. O mütləq şəkildə, yəni psixoloqa müraciət eləməlidir. Yox, əgər gündəlik həyatında nəyisə şirdə danışırsa, bu artıq heç də yalan hesab olunmur. Mesela bizə müraciət eləyirlər, müraciət etmiş bir nəfər. O insanı təsəvvür edin ki, bütün günü evdəkiləri aldadır və pul alır, iş adından gedir, başqa yerə xərcləyir. Buradan alır, başqa yerə xərcləyir. Belə, birdən ailə bular ki, artıq nə qədər insan evi borca salıb. Əslində onda psixi pozuntudur. O artıq etdiklərinin məsuliyyətini dərk eləmir. Bu zaman psixoloqa müraciət edilir. Yəni siz yönəldirsiniz. Bəli, yönəldir. Bizim öz psixoloqlarımız da var. Bax, soruşmaq istəyirəm sizdən, Təbriz bəy, yanınıza gələn insanları, bax, necə test edirsiniz? Varmı, hansı? Bəli. Ümumiyyətlə... Şəxsən, bax, mən gəlmişəm sizin yanınıza, tutalım. Xoş gəldiniz. Çox sağ olun. Məni test edə bilərsiniz? Ümumiyyətlə, test eləmək üçün birinci növbədə biz sizin üçün bir sərbəst bir yer hazırlayırıq. Çünki insan mütləq şəkildə heç olmasa, biz bir 10 dəqiqə, bəzən olur 5 dəqiqə, bəzən 10 dəqiqə olur, insanı sərbəstləşdiririk. Ki, insan heç şey olmasın deyə tam sərbəst, tam rahatlanır, özü kimi danışsın. Çünki indi siz hal-hazırda studiyada verilişə uyğun davranışlar edirsiniz. Amma mən özüm kimi danışıram. Verilişə uyğun da özüm kimi. Yox, sizin biogenetikanıza girəndə, artıq suallar verəndə avtomatik olaraq özünləşirsiniz. Özünləşəndə istər-istəməz sizin biogenetik xarakter çıxır. Yoxlaya bilərik əslində. Yoxlaya bilərikmi? Məncə yoxlasaq əla olar. Buyurun. Bəli, baxın. Rahat oturmaq üçün istəyirsinizmi? Rahat. Mənim üçün rahat belədir. Hər şey rahatdır. Buyurun. Əla. Deyin, zəhmət olmasa bizə. Ümumiyyətlə, hədəfiniz nədir sizin? Çoxdur hədəflərim. Nə? Konkret. Deyin, hədəfinizdən danışın bizə. Oxumaq istəyirəm, təhsilimi artırmaq istəyirəm, işimlə bağlı işləmək istəyirəm başqa ölkələrdə. Sonra? Başqa hədəfim yoxdur. Uzun yaşamaq istəyirəm, ömür yaşamaq istəyirəm. Sağlam həyat. Əla. Yaxşı, mənə deyin, ümumiyyətlə,
İndi bir sual verəcəm sizə, şuratınızı açmaq üçün. İnsan uğursuzluq zolağına düşməmək üçün həyatda nələri bilməməlidir? Gələcəyini? Yox, uğursuzluq zolağına düşməmək üçün insan həyatda nələri bilməməlidir? Bilmirəm. Fikirləşin. Çətin oldu. Belə bilirsiniz ki, asaddır hər şey. Cavab verin. Həqiqətləri? Bilməməlidir. Uğursuzluq zolasına düşməmək üçün. Sonra? Yalanla yaşamalıdır. Nə ilə? Yalanla yaşamalıdır. Bəzən insanlar özlərini alladırlar yaşamaq üçün. Olur məqamlar ki, mən də yalan özümü uydururam ki, onunla yaşayayım. Çünki o həqiqətə inanmaq istəmirəm. Okey, başqa? Uğursuzluq zolağına düşməmək üçün insanlar nələri bilməməlidirlər? Və yaxud da siz? Düşünün, fikirləşin. Bəlkə alınacaq. Baxın, buna deyirlər trans vəziyyəti. Görürsünüz, donduz. Biz bu anda sizin üzərinizə geçsək, bir neçə sual versə, siz artıq sönəcəksiniz. Sönəcəksiniz. Mən birincidən söndüm. Çünki hədəflərim çoxdur, amma birdən bildim, hədəflərim nə idi mənim? Sən düz, baxın, bizim işimiz budur. Yəni, birbaşa insan beynində bu, mən isə gizli idarə etmədən sual verdim əslində. Sizin beyin, ümumiyyətlə insanın beynin işləmə üsulu var. Mən sizin beyninizin işləməyən tərəfindən verdim sualı. Onun üçün cavab verə bilmədiniz. Bir-iki də verin də xahiş edirəm. Mən də oradan da maraqlı gəldi. Amma hazırlıqlı olmayacağım. Aha, buyurun. Okey, yola hazırlı olun, problem deyil. Yəni, digər bir suallarla da biz yanaşa bilərik sizə. Yaxşı, bizə deyin zəhmət olmasa. Ümumiyyətlə, insanlar özlərində pis vərdişlərini uzaqlaşdırmaq üçün adətən nələrdən uzaq dayanmamalıdırlar? Vərdişlərini uzaqlaşdırmaq üçün nələrdən uzaq dayanmamalıdırlar? Elə o vərdişlərdən? Hansıdır bunlar? Nə bilim, çox şey ola bilər. Cavab verin. Çox vərdişlər ola bilər, nə bilim? Yox, vərdişlər yox. Sonra nələrdən uzaq dayanmamalıdırlar? İstəklərindən. Pis vərdişlərdən uzaq dayanmaq üçün? Yəqin. Yaxşı fikirləşin. Vərdişlərin özünə uzaq dayanmalıyam. Okey, yaxşıdır. Baxın, ümumiyyətlə sizdə hansı xarakterlər özünü göstərir? Birinci olaraq prosedur özünü göstərir sizdə. Prosedur nədir? Yəni sıra ilə işləmək. Yəni 1, 2, 3, 1, 2, 3. Bu özündə göstərir sizi, özünüzdə, yəni bu bir ailə tərbiyəsindən irəli gəlir də, prosedur tərəfləri. İkinci sizdə özünü göstərir əyləncəli tip, hipertim xarakteri var ki, bu tip insanlar daim hər şeydə yenilik axtarırlar. Pastanla qaçırlar, ora qaçırlar, bura qaçırlar. Hər şeydə bir belə götürsə yenilik axtarırlar. Bir ömür boyu özlərini kəşfinə məşğuldular. Maraqlıdır. Bəli, yəni bu tip insanlar, bu ikinci xarakter özündə göstərir sizi. Üçüncü xarakter isə sizdə bayaqlar dedik, demək bu həzz xarakteri var ki, istiroid. Bu üçü göstərir sizdə. Sevdiklərinizi ovcunuzda saxlamayın, onlara uçmağa qanad verin. Zeynəbin parodiyası yenə sakitlik pozdu. Mənim minnətim yoxdur, mən icazə vermirəm, bu qədər. Sən mənə icazəm, çünki sən mənə anam ağzı məzun. Studiyada təklənən Sevda xanım bu dəfə susa bilmədi. Mən nə qədər dözməliyəm axı bu təhqirlərə? Niyə? Səbəb nədir? Sıfır buna. Sıfır mavi qab, 3 dənə sıfır. Borc olsun. Mənim üzüm məndəsə çox. İlahə xanımdan qızlara sərt bildirik. Amma sabah hamınıza sıfır verməsəm, atamın qızı deyiləm. Hansısa bölgədə xəstələnən adamı niyə Bakıya göndərməlidirlər? Niyə insanlar bu üçün Bakıya getməlidirlər? Bizim yağ adıyla yediyimiz əslində nədir? Satışdakı yağların keyfiyyətini araşdırmışıq. Söhbət kənddəki yolların vəziyyətinə gəlib çatanda bələdiyyə deyir, məndə pul yoxdur və bu yolları kim təmir etməlidir? İşimiz asanlaşmışdı, indi abadlaşacaq. Ailə biznesinə necə dəstək verilir? Saat 7-dən düz 9-un yarısına qədər. ARB-də günün ardıncanı izləyin. Ac Elvis'in Quba rayonundakı qeyri-adi sərgüzəştləri. Gözəlliklər diyarsan, Qubam mənim, obam mənim. Evi
hədiyyəsinə təşəkkür etmək istəyən qonaq pis vəziyyətdə qaldı. Hətta deyən görüm kişi boşuyar indi məni, hələ bir qapqara şey yapışır məni. Elvisin saçını kəsdilər. Məni saçını pis kəsiblər. Bu nədir? Gedirəm Kubaya. O, ölümlə üz-üzə qaldı. Təfərrüatı 8 oktyabr, saat 11-də ARB-nin efirində. Uğur ona ən çox inandığın anda gəlir. Yeni dönəm başladı. Gəlin ayırma. Qeyri-adi qüvvəyə sahib məşhur cəsus. Mənə fırıldaq gəlmə. Mən bir nömrəyəm. Dünyaya hökmranlıq etməyə çalışan qara qüvvələr. Dünyanı 3 böyük imperatorluq idarə eləyib. Xeyir və şərin böyük mübarizəsi. Məni xəttə saxlamağa çalışır. Başrollarda Val Kilmer və Elizabeth Shu'nun iştirakı ilə Siqnaziyası işi düşdü. Müqəddəs filmi bu axşam saat 22-də. Başqalarının getdiyi yolları getmə. Öz yolunu seç. Bilirəm, səhərdən bilirdim ki, Təbriz bəli isteroid deyir. Bu göstərir sizdə, amma siz biogenetik bu deyilsiniz. Bu deyiləm. Artıq bəli, biogenetikanı analiz eləmək üçün mütləq şəkildə, yəni tam rahatlanmaq lazımdır. Yəni, biz bilirik ki, sizdə bu dəyərlər var. Bu dəyərlərdən yanaşa bilərik. Biz sizə desək ki, həyat optimizm üzərində qurulub, siz buna razılaşacaqsınız. Çünki mən optimist insanım. Bunu yaşamaq mümkün deyil. Çünki dəyərlərinizdən biri budur. Biz sizə desək ki, gəl belə eləyək, planlaşdırmamış gəl bir iş görək. Necə reaksiya verəcəksiniz? Biraz riskli olduğum üçün deyə bilərəm ki, ola bilər. Ola bilər. Ola bilər. Amma bilməz də ola bilər. Ola bilər də. Ola bilər, Yasva. Ola bilər. Ola bilər. Konkretdir, bəli, konkretdir. Əslində mən başa düşdüm ki, Təbriz bəy doğrudan mən elə fikirləşirdim ki, 30 saniyə içində yalan üzə çıxarırsınızsa, insanı tanımaq olursa, doğrudan da belə tezdir. Amma əslində 60 saniyə üzr istəyirəm. Amma doğrudan da işləmək lazımıymış. Bax, dediniz ki, rahatlamaq lazım. Elə şeylər var ki, mən danışmaq istəmirdim. Bəlkə də başqa şeylər demək istəyirdim, amma həmən fikrimi dəyişdim, toparladım. Yəni o çox sağ olun. Bəli, doğrudan. Ümumilikdə götürsək, baxın, yəni hər bir insanın, yəni individual olaraq, yəni öz xarakterindən istifadə eləyir. Biz adətən 60 saniyə ərzində insan tanıma sənəti onun üçün göstərmişik ki, yəni var insanlar açıq xarakterli insanlardır. Hər şeylər danışır. Hər şey üzdədir, öndədir hər şey. Yəni məsəl üçün epileptoidsə əgər bu insan postanı qaşqabaqlı oturub belə baxır. Məsələn əgər şizoidsə, şizoid xarakterli insanlar var, onlar qeyri-adi insanlardır. Onlar adama belə baxırlar. Hə, adama belə baxırlar. Hə? Məsələn mən sual verim bir dənə, adi bir dənə sual verin mənə. Şizoid kimsə cavab verəcəm. Necəsiz? Nə mənada? Yaxşısınız? Mən? Siz? Niyə? Bilmirəm. Başa düşməyim. Şizoidlər və suala cavab verirlər, adamı havalandırırlar. Anladım. Yəni, məsələn, bu şizoidi gördüyünüz anda var açıq şizoidlər. Adama belə baxırlar. Var şizoid yerindədir, suala cavab vermir. Hər şey yerindədir, durumu yerindədir. Yəni, durum nə qədər aşkar olursa, problemlər nə qədər çox olursa, insanın xarakteri aşkar olur. Evet. Xarakteri aşkar olanda 60 saniyə tanımaq olur. Anladım. Amma elə xarakterli insanlar var ki, onlarda artıq hər şey yerindədir. Evet. Yəni, məsələn, durumu əladır, o zaman bu insanı mütləq şəkildə şuuraltıya salmaq lazımdır. Anladım. Təbriz bəy, çox sağ olun gəldiyinizə görə. Günləri xanımda sizin sözünüzü alaq, fikriniz sonuncu. Çox vaxt tez keçdi, bilmədim necə keçdi. Bəli, yəni önəmli olan burada odur ki, qarşımızda olan hər bir insanı tanıyaq. Yəni insanları bu kitab sevgi ilə, dəyərlə, hörmətlə yazılıb. Yəni hər bir evə biz bunu istəyirik, bəxş eləyək. Yəni analar övladlarını, xanımlar öz həyat yoldaşlarını, bəylər öz kolleqalarını, dostlarını seçə bilsinlər. Yeri gəlmiş o məqamı toxunmadıq işlə bağlı, amma eybi yox. İnşallah bir gündə verişimizə dəvət edirik ki, doğrudan işlər necə davranmaq lazımdır. Mövzularımız çox genişdir. Əslində, yəni biz verişlərə çıxırıq tez-tez və yəni bizdə birbaşa insan profilidir. İnsanın içini oxumaq,
Yəni düşüncələrini oxumaq, insanı idarə etmək, insanın yalanını ifşa etmək və tanımaq. Bu 4 profili biz bir yerdə birləşdirib profiling sistemi deyirik bizim sistemimizə və hansı ki bununla biz insanlara belə görsə fayda veririk. Çox sağ olun. Bu kitabı yəqin ki mən oxuyuram sizdən. Bəli, sizin üçün hədiyyə gətirmişik. Çox sağ olun, minnətdaram. O göz də mənim gözümdür. Sizin gözü. Elə başa düşdüm mən Təbriz bəy. Çünki siz hər zaman mənə baxacaqsınız yəni. Bəli, orada yazılıb. İçini oxuyun bir dənə. Zəhmət olmasa içəridə bir dənə də açın. Buranı oxuyun zəhmət olmasa. İnsanlar var ki, qarşı tərəfə baxmırlar, bəziləri isə baxırlar, lakin görmürlər. Elələri də var, görürlər, analiz edə bilmirlər. İnsanlara mənim gözümlə baxın. Yəni sizin gözünüzə mənə baxacaqsınız. Daha asan olacaq. Əlbəttə ki, kitabxanam var evdə, mütləq bunu da ora yerləşdirəcəm oxuyandan sonra. Çox sağ olun gəldiyinizə görə minnətdaram. Əziz tamaşaçılarımız, qısa aradan sonra indi sizinlə bərabər olacağıq. Əziz tamaşaçılarımız, biz davam edirik. Əlbəttə ki, yalan